Baş sponsor Hell Energy. Sponsorlar İrşad Electronics, Darinka şirniyyatları, Lombard Express. Partnyor Kasap Döner. Şu. Yığışıbsınız yine, gelipsiz. Ya bir sual vermirsiniz ki sen bizi yine de niye yığıbsan? Ne olub yine, ne baş verib yine? Ne olub? Ben qələt elədim, o pizza restoranını açdım. Ne olub? Oturup bir yerdə məsləhətləşəndə dedin ki, Ayşəmi gəl pizza restoranı açaq, He. Təzəgüldən pul götür, oturaq bir dənə ideya quraq, pizza sataq. Dedim pizza elə şeydir ki, bunu İtalyadan mütəxəssisləri gəlməlidir, tovarları gəlməlidir. Dedin, yox, Şəmi, özümüz eləyəcəyik hamısını. Düzdür. Dedim demədin. Dedim lan he. Bəs nə oldu? Ne oldu? Niye bugüne düşüb restoran? Niye zahmet şikayet edir? Berlusconi yine ki bana zengilir ki Ayşemir lazımdı buradan İtalya'dan povarlar gönderek sana. Derem nukane purkona. Yani lazımdır özümüzünkiler bacaracak bunu. Hani? Bacarabilirsiniz. Ha? Üzüme bak da şu bacarabilirsiniz yoksa yok. Şu sakit dur. Danışma. Özünde dur ayağa. Sen benim xalam oğlusan. Səni elə bir vəzifə tapşırmışam ki, yəni obrislər də görməlidirlər ki, Şəmi gör köşküyə nətər vəzifə tapşırıb, nətər samballı vəzifə tapşırıb. Sənə pizzaların dastavkasını tapşırmışam ki, zahmatın evlərinə sən aparmalısan pizzanı. Gör bundan hörmətli iş var burada bu restoranda, yoxsa yox. Amma sən nə edirsən? Sən Şəminin daveriyasını itirirsən. Zahmat səndən şikayətlənir. Şu, bax götürək elementar bu pizzanı. Bu nədir? Nedir bak bu? Yolda gedə müşterinin pizzasını yeyip aparıp bunu da vermişsən müşteriye ki ala bunu yiyin. Nedir bu? Ha? Hele buna bak. Hele bu birisine bak. Bunu yeyirsən heç olmasa axıra kimi ye. Ayıbdır, dişleyip atırsan sen ora. Qayçıyla qıraqların xəmirini kəsinsən. Ayıbdır şu, ayıbdır. Hele keçən dəfə müşteri, indi müşteri də insandır. Yalandan təklif eləyib ki, söz gəlişi deyib ki, qardaş, gəl qonağımız ol. Sırtıqcasına gedib oturup müşteri ilə sən pizzanı yemişsən. Hele utanmaz deyip ki, içine ya vurmağa ne var, belki getiresen araktan koyasan stolun üstüne. Ayıp. 1 saat 40 dəqiqə keçən dəfə aparıb pizzanı satdırmışsınız siz müşteriye. 1 saat 40 dəqiqə pizza satdırırlar Ha? Sana sual verirəm. 1 saat 40 dəqiqə. Harada görülür? Şəmi, bu da mənim saat çox sağ olumdur. 20 yanvardan gördüm klient durub, dedim uzaq yolda, dedim 3 nəfər 1 manatdan götürdüm, çok gedən benzin pulunu həll edeyim, ona görə direkt vermişdim da. Düzdür. Bütçeye pul gelsin diye ben de Hardasa sen düz eləmişsən. Çünkü ben özüm tapşırmışam ki, yol üstü gördünüz, yolda klientler var, götürün. Yani o yol onsuz da gelirsiniz. Ama şu 1 saat 40 dəqiqə də yoxda heç olmasa müşteriye zengile ki, kardeş, ben 1 saat 40 dəqiqə geleceğim. Ayıp diye otur aşağı. Şirin, sen dur ayağa. Hele oturmuşam. Hele, dur ayağa. Böyle ayağa dur. Hele. O vaxtı sen restorana gələndə dedin ki, Ayşəmi, mən türmədə kartof soymuşam, nə bilim orada yeməklər pişirmişəm, hörmətli işlərlə məşğul olmuşam. Düzdür. Demişsən, ayıq sağ ol. Dedin ki, bu pişirmək məsələsini ver mənə. Nə oldu? Niyə belə oldu? Ben demişəm, neye göre demişəm? Çünkü ben içeride olanda, içeride yemeği ben pişirip verirdim cemaata ki, sonra ne vaxtsa o yan bu yan lüto hareketleri olsa, durumu üzerine diyeyim ki, vaxtında ben yedizdirmişəm. Başa düşdün, bu oğlan yedizdirib.
Buna görə mən gedizdirmişəm. Mən bilmirəm kim gedizdirib, kim yeyib. Amma fakt budur ki, pizzanın içindən tük çıxıb. Tük. Sən niyə başına kasinka bağlamırsan bu pizzanı pişirəndə? Kasinka? Ama ne kasinkalar? Bu arbat gibi yufka ben giyindirmişim bu tartığı. Hele kasinkalar takın. Bende tüç var, tüç var, düştüm bura, tüç var. Ben sana demiştim ki bu qaşını al da, qaşından bəlkə tük düşür ha, ola bilər də. Güzel bakın, ne kaşlar, ne gizli taşlar, kaşlar da la. Ne olur Kaşlar da arada? la. Ne olur? Mənim bibim qız alır heç adı çıxmır. Sən alarsan adım çıxacaq. Beynimi xarab edir məni. Gələm. Yaxşı. Sakit. Fəlakət. Qavala. Onu qoy qırağa. Qoy onu qırağa. Mərifətsiz Qudurub qanacan. sən mənim. Səni qoyduq telefonlara ki, sən zəngləri qəbul elə. yaxşı. Düzdür? Ay sağ ol. Saat 1-dən 2-yə kimi günorta, Cahamatın abed vaxtı. Klientlərin ən çox zəng eləyən vaxtı. Sən hardasan, telefonu niyə götürmürsən? Mən nətər eləməliyəm? Saat 1-dən 2-yə kimi abed vaxtı. Mən abed eləyirəm. Abed eləməməliyəm. Eləməməliyəm mən. Toy gedir. Bəs müştərilər elə o vaxt zəng eləyirlər restorana. İndən belə müştəri zəng eləyəndə deyirsən ki, abed vaxtı saat 2-dən 3-ə kimdir. 1-dən 2-yə kimi də mən abed eləyirəm. Beynimi xarab eləmə mən. Sən müəllim, qurban olum. Qadan alım, başına dedim, qulaq as. Mən apardığım araşdırmalar nəticəsində Bakının bütün kəndlərinə pizza dastavka olunur, Türkan kəndinə pizza dastavka olunmur. Və statistikadan götürdüyümüz qənaətə bəxş olaraq biz əgər öz bukletlərimizi Türkanın girişində paylasaq, reklam eləsək, pizzanı biz Türkana dastavka edə bilərik. Mənə elə gəlir ki, çox gözəl və möhtəşəm araşdırmadır. Kreativ Bu münasibətlə mən səni təbrik edirəm. Mənə elə gəlir ki, bu araşdırma nəticəsində bizim pizzalarımızın satışı artacaq. Artacaq və bizim statistikamız keçən ilkindən 3 dəfə artıq olmalı. Çox möhtəşəm, çox gözəl. Mən istəyirəm ki, Şoşu, sən artıq başlayasan reklama. Mən sənə yenə də inanıram, bir xalaoğlu kimi. Başlayasan reklama, bukletləri paylayasan yollarda. Mən də yavaş-yavaş gedim özümü toparlayım və radioya çıxım, qəşəng reklam eləyim. Şirin, geyin, keçin, gedirik radioya. Yaxşı? Mübarək bu nə maşındır, bu nə qaz 24. Təzə maşınımdır şaşı, yığıram. Şaşı, o nədir? Ona bukletdir, masaj salonu. Ver, bana da ver ondan. Masaj, sənin masajlıq halın var, qoca kişi, sana kişi. Biz Şəmi ilə, Şəmiliano pizza atmışıq. İndi mən gəlmişəm burada Türkanda reklam eləyirəm ki, Pizzayla masaj. Yes, xoşuma gəlir, təzə şey, yaxşı fantaziyalarınız var, verin. Adan yox, nə masaj pizzayla, qoca kişi sən, sənin də ağlıva gizli şeylər. Biz Şəmi ilə biznes qurmuşuq. Bir dənə Şəmiliano pizza asmışıq. Vururuq Türkana, bukletləri paylayırıq, pulu qazanırıq. Başın xarabdır sənin. Siz bildiniz ki, mən burada ənkə bəyimün təndirini atmışam. Gəlmişsiniz mənim alverimi öldürməyə. Bukletlər paylayırsınız burada, utanmırsınız. Nə vaxta kimi belə olacaq şaşı. Hamam açdım, gəldiniz siz yanımda hamam açdınız. Sizi yoxladılar, sizə görə məni də bağladılar. Nə qədər kitay işçilərim hamısı çıxdı getdi. Dönərxana açdım, gəldiniz mənim yanımda dönərxana açdınız. Sizi yoxladılar, məni də ona görə tutdular at ətinə. Qoyun, halal pulumuzu qazanaq. Nə vaxta kimi belə olacaq şaşı, bəsdir. Ağsaqqal, bəsdir də, sənin paylarının qəbristanlıqda qəbrin içinə ikinci adam bastırırlar. Qoy biz cavanlar pul qazanaq, sənin pul qazanan vaxtı. Belə olmaz, baxarsan şaşı, mən heç vaxtı qoymayacam. Sən sən ol, mən də mən, heç vaxt qoymayacam ki, mən olum, sən də sən. Nə də var? Şəfi, baxarsan, Şəmiliano, ana bir pizza. Damat, pizzan, başlarına yazırlar. Evdə yazırlar, qəbristanlıqda mollalar, sən gözlük. Mən də elə bilən masajdır, pizza, dayan. İmkandır, biz də çörək pulu qazanaq da. Sən yaşadığını yaşamsan, biz də yaşayaq da. Hər vaxtınız xeyir olsun, hörmətli 106.3 radiosunun dinləyiciləri. Bugünkü qonaqlarımız bir müddət əvvəl bizə Facebook'a yazırdılar ki, biz sizin qonağınız olmaq istəyirik. Onların çox sayılı xahişlərini yerinə yetirərək biz bugün onları studiyamıza dəvət etmişik. Söhbət Şəmi və Şirindən gedir, xoş gəlmişsiniz. Təşəkkür edirik. Çox sağ olun ki, bizi əvvəla bu verilişə dəvət eləmişsiniz. Mən ilk növbədə sizə öz təşəkkürümü bildirirəm və hal-hazırda bizi radiodan izləyən bütün tamaşaçıları ürəkdən salamlayırıq. Radioya baxmırlar, Şəmi qulaq asırlar. Fərqi nədir? Radioya baxıb qulaq asırlar da, yəni radioya baxanlar. Biz təbrik edirlər. Buyurun, gəlməyimizin səbəbini soruşaq sizdən. Gəlməyimizin səbəbi odur
ki, biz bildik ki, yəni mövzunuz nədir və mən sizin dəvətinizi qəbul edib bugün bu mövzu haqqında ətraflı müzakirə aparmaq üçün gəlmişik bu studiyanıza, gözəl studiyanıza. Deməli nədir? Bildiyiniz kimi artıq bir müddətdir ki, Şəmi müəllim və onun komandası Şəmiliano Pizza adlı yeni restoran istifadəyə veriblər. Bu İtalyan restoranıdır, amma İtalyan restoranında özəlliyi ondan ibarətdir ki, yəni burada bir dənə də olsun İtalyan işləmir. Hamısı Azərbaycanlılar. Bəli, hamısı özümüzünkilərdir. Poverindən tutmuş, xadiməsinə kimi hamısı özümüzünkilərdir. Bəli, bizim pizzalarımızın əsas özəlliyi ondan ibarətdir ki, biz sosiskaları böyük-böyük doğrayırıq. Yəni xırda deyil ha, bizdə böyük-böyük doğrayırıq. Pomidorumuzu böyük-böyük doğrayırıq, xiyarımızı böyük-böyük doğrayırıq. Zeytun, bax belə-belə zeytunlar qoyuruq içinə. Yəni qəşəng yemək üçün. Sonra bizdə halal və haram pizzalar var. Sual verə bilərsiniz ki, halal pizza nədir, haram pizza nədir, düzdür? Yəni verə bilərsiniz. Mən deyirəm. Halal pizzada deməli bizdə nədir? Sosiska, kalpasa, tüyoq əti, yəni halal pizzadadır. Haram pizzada da eyni şeylər var. Eyni şeylər var orada da. Amma ki az miqdarda. Yəni sosiskasını az eləyirik, kalpasasını az eləyirik. Toyuq nə bilim, bir iki dənə dilim belə toyuq ətindən atırıq ora. Zeytun tapa bilsən sevinirsən ki, bunun zeytunu var içində. Yəni söhbət bax elə pizzalardan gedir. Daha sonra bizim pizzalarımız var. İnsan əli dəymədən hazırlanan pizzalarımız var. Bəli, bizim o pizzalarımız analogu olmayan, dünyada ilk dəfə olan pizzalardır. Sual verə bilərsiniz ki, bəs bunun xəmiri nə dər yoğrulur? Bir dəqiqə mən bunu göstərim sizə. Buyur. Əl deyilmiş. Əl deyilmiş. Dirsə ilə. Dirsə ilə Xəmirin yoğurur. Xəmir yoğurur. Daha sonra sosiskalarımız var bizim. Sosiskalarımızı yəni qoyuruq yerə. Əl vurmadan ağzımızla kuloklarını açırıq. Ağzımızla kuloklarını açırıq. İşləyib bir-bir atırıq pizzaların üstünə. Yəni and içirik hər yerdə ki, bu pizzaya insan əli dəymir. Danış, danış. Yəni eşidirlər də mənə görürlər. Hə? Səsim gedir. Eşidirlər amma Yox, qulaq as da, sözümü Qulaq as, kəsmə. bəli. Bundan əlavə bizdə nə olur? Milli pizzalar. Bəli. Milli pizzalar nədir? Nədir? Məsəl üçün, pizzaların üstündə pitili pizza. Yeri gəlmişkən birini Hayır, gətirmişik. pitili pizza, yarpaq dolmalı pizza, nə bilim zarım sənədisində orada şah puloflu pizza, başa düşdün? Bax, bu yeri gəlmişkən, bu pizzanı biz sizə gətirmişik hərgə olaraq. Qoy qardaş, Yeyib dadına arada baxa müşkilat bilərsən. eləsin. Bax, dolmalı pizza. Bəli, təşəkkür edirəm Şirin, təşəkkür edirəm. Daha sonra, misal üçün, pizzanı yedin, pizzanı yeyəndən sonra, yemək yeyəndən sonra nəyin təbii gəlir? Paprızın. Bu Sigaret. paprızı da biz qoyuruq pizzanın yanına ki, siz artıq dostlarınızdan, tanışlarınızdan sigaret fırlayat eləməyəsiniz. qardaş, Pizzanın içində olan... Şəmi biz sizin xahişinizi yerinə yetirdik, çağırdıq sizi. Amma bizim verilişimiz pizzadan və mətbəxdən bəhs eləmir. Xahiş edirəm studiyanı tərk edin. Xahiş edirəm studiyanı tərk edin. Biz sizin istəyinizi yerinə Demədiniz ki, yetirdik. Amma mövzumuz biz... pizza mövzusu. Yox, biz mətbəxdən danışmırıq. Buranın hamısı Bizim verilişimiz show biznesdən bəhs edir. Xahiş edirəm Bir studiyanı dənə tərk də edin. şov biznes ala, ha, bir dənə də Kazım, Bu eşidirsən? uşaqları zəhmət olmasa. Ana nə zəhmət adamsın? Mən sözümü kəsmə. Uşaq nədir? Bir dənə söz deyirsən, gedir. Dinən, sözümü dinən. Kəsmə, səsini kəsmə, səsini Qulaq as. Eşitmə, eşitdi, hamı eşitdi, eşitdi. dinən. Mən sözümü deyirəm. Ola bilər bu pizzanı yesin, kimsə yesin, bəyənməsin. Ay sağ ol. O adama deyirəm ki, nəsə arxamca mənim mito söz danışar. Bəli. Onu yoltaram. Başa Bəli. düşdün? Nömrəndə, Gəlsin, nömrəndə. göstərsin mənim üzümü. Ola bilər. Nömrə Amma nə deyirəm? indi- Ya, amma indi studiyanı Tez, tərk bir edin. dəqiqə qardaş, nömrə Nömrəm nədir? budur. 050 Bəli. 880 1199. Bəli, söz. Valentina deyirəm. Bəli, söz. Zənginizi gözləyirik. Zənginizi gözləyirik. Əziz tamaşaçılar, zəng eləyin. Şəmi Şəmiliano studiyanı pizzadan tərk eləyin. pizza zakaz eləyin. Şəmi studiyanı tərk eləyin, mikrofonunuzu azaldın. Şəmiliano pizza dünyanın bir növbəli pizzası artıq Azərbaycanda. Tamam. Alo. 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 Bəli qardaş, buyur eşidirəm. Xanım olanda nə olar ki, pis söz demədim ki, qardaş deyirəm də sən. Hadi yaxşı, hə, olsun bacı, buyur bacı, eşidirəm, buyur. Pizza zakaz edirsiniz, buyur, buyur. Biz edirsiniz, buyur. Böyük pizza. Qulaq asma, bu böyük pizzanın nə varsan ki sən, nə olub? Bu xəmirdir başdan ayağa, nə olub ki? Neçə kilosan sən? Yoxsa soruşuram, neçə kilosan sən? 90 kilo, ay sağ ol. Bax sən hansı günü və yaraşır səni, ay yazıq sən 90 kilo pizza şey eləyirsən, 90 kiloda pizza zakaz eləyirsən, hə? Sən, az qulaq asma, sən ərə getmisən, gedib qayıtmısan, ay sağ ol. Səni kim saxlayar, ay yazıq? 90 kilosan sən, səni hansı ər saxlayar evində? Qulaq as, sana da bacı demişəm, daha keçənmirəm səndən. Sən belə eləyirsən, adresi yazma, səni bugündən otuzduracam diyetiyə. Hə, bax mən qardaşım.
Ay sağ ol. Otursan diyeteye her gün də sənə evə kreşka göndərəcəm. Şimdi ortada toyuq şeyi, nə soğutması. Öpürəm bazı, öpürəm. Öpürəm. Şaşır, ay şaşır, şaşır. Belə spasatilo var, camaat orada kırılır, burada günün altında şəllenirsən. Birdən sabah mən baktım, kim çıxardacaq məni? Şaşı dur, dur. Saqqal deyəndə, ay gün vurub, halım yoxdur ki. Mənim halım yoxdur ki, buradan o kölgüyə gedim düşün. Mənim özümü çıxardan lazımdır. Rahat olma ay şaşı, sen spasatilsən, sənə enerji lazımdır, bal enerji. Ona görə mən sənə əlas tapacam, ala hel, it. Ne? Ay şaşı, bir nəfəri də sən dənizə qoymayacaqsan batsın. He? Enerjin zadın dağıdacaq, səndən yaxşı spasatil olmayacaq dünyada, it. Davay, çıxart. Saqqal gözümə ışıq gəldi, bu nədir? Gel, hemen ki şaşırdı, indi tanıyıram səni. Yes! Ay saqqal! Baş sponsor Hell Energy. Ay fəlakət. Buyur, salam qardaş, salam, nətərsən? Xoş gəlmişsən bizim mağazamıza. Mən burada satıcıyam, məhsuldar adamam. Nə telefon lazım olsa, nə lazım olsa, Qaqan sənin qulluğundadır. Özdə təzə skitkalar fikirləşmişəm, kampaniyalar fikirləşmişəm. Ay nə kampaniya fikirləşmirsən, buranın müdürü mənəm. Doğru Nə deyil. qardaş salam əleykum. Doğrudan deyirsən. Mən səhərdən demədim, mən nə danışdırsan? Yer. Hə, fəlakət. Gələn müştərilərə başa salırsan. Hə. Təzə açılmış dükanlarımızda, Hə. Gənclikdə, Hə. Azadlıqda, bir də Mərdəkanda açılan dükanlarımızda Hə. ayın 5-dən 15-nə kimi bütün mallara faizsiz kredit veririk. Hə, başa 12 düşdüm. aylıq, başa düşdün? Başa düşdüm. Qardaş, Hamıya deməli, bir-bir başa qardaş, sal. qurban olsun. Deməli bizim təzə mağazalarımız açılıb, hə? Orada kredit veririk 12 aylıq faizsiz. Hə, mənə yox, gələn müştərilərə. Hə, başa düşdüm, başa düşdüm. Yox. Eşidirsən, qurban olsun. Bir də səndən bir dənə şey xahiş eləyim, bir müdür kimi də. Hə. Bu Mərdəkanda mağazamız açılıb ha. Ay sən. Qurban ol, məni ora keçir də, orada satım da, nə olar? Ora niyə? Ora dənizə yaxındır, elə şortukda sataram, keçərəm dənizdə biraz çimənim, Ay, gəlsən. çimməyə gəlmişsən, sən telefon satma. Nə olur, çimin də, arada çimin təmizliyi olsun da, iyi gəlir mənə. Sponsor İrşad Electronics. Derman var, derman. Firma dermanı, firma. Ay atondan şey, pay atondan şey de. Bir de ben bu firma dermanlarını satıp qutarsaydım, benim canım dincələrdi de. Qalmışam yolun ortasında. Öl yetimse, öl. Derman, firma dermanı, firma. Qalı be şəhərdə deyib. Bir de bu firma dermanlarını satıp qutarsaydım, benim de canım dincələrdi de. Giderdim bunu satardım, özüme pul eləyərdim. Bir de giderdim özüme dede baba bu setka ağ ayakkabılar var, deşik. Dedim ondan alıp bir de giyinərdim ayağıma da. Pişmezi oldum ben bunun içinde. Bu rezin sabaşkileri. Bu, aksakal neterdi? Bu. Mava, size kurban olun, mava. Aksakal neterdi? Yaxşı. Gel bura. Ezahanlık diyesen. Emele gelin. Tamam, dedesen, yaxşı, qılman görünə deyirəm. Nə oldu, Yay neçə? vaxtı lekli rejimi yığışdırırsan, başa düşdün, öpüşmək, görüşmək, uzaqdan salam. Ha ne olar, salam melekçim, Salam melek. Aksakal, Hə, bir de deyirsən. benden bu firma dermanlarını al da. Başın xarabdır. Nə olar? Türkanda ne deyirsən sən bu bir vedrə dərmanla? Bir de bura Türkandı. Hey, məsaladır. Olanmaz. Necə ola bilməz. Bu ben Sankasal'dan derman sada gelip çıkmışam Türkan'a. Sən piyada, başın xarabdır, bu günün altında piyada bura gəlmisən sən. Böyle gayrı firma dermanı aksakal işte mən bilsən də mən özel klinikada işləyirəm. Maaş əvəzi məmur verirlər. Maaş əvəzi. Deyirlər ki sat pul elə. Mən də nə var düşmüşəm Sankasal'dan yolun qırağında derman var, derman. Mən bilirdim sən başın satmır, amma dayı bu dərəcədə yox. Bu nədir? Malinadır, çiyələkdir, nədir? Balaca vedrədə satırsan, dərman deyə bu dərman. Bu bilsən bu insan səhhətinə nə qədər xeyri var. Mən bugün bu sattım. Sabahdan bu sürü qurtarır. Al da bu məndən. Yaxşı, problem yoxdur. Nə desən alaram. Mən hələ ölməmişəm ki, sənin problemlərin olsun. Ay qılmaz. Yaxşı. Rahat olma. Rasta ki, mənim də sənə indi bir balaca işim düşüb də. Əli yuyar, əl də üzü yuyar. Başa düşdün, belə atalar sözləri izladı. Sən mənim
nasıl elə bir problemi həll edirsən, Bəli. mən də sənin dərmanlarını alıram. Hamımız Öndə mən krat var. Gedeyim orada sen el yüzü yum. lazımdır. Gəl, otur başına söhbət eləyəcəyik. Gəl. Sen eli yuvar, el yüzü yuvar. Başın orada biraz xarabdır krat var. sənin. Gedeyim sen. Yakılan. Kardeş çatıram ne Türkçene çatıram. Trofkadır. Ya, Şirin ne oldu? Bir tane pizzanı pişirip kurtaramadın ha. Yine ne arvattığın tuttu seni. Tezele de Türkçene zakazak. Ana şoşu qutarım bu arvatlıq sözündə gələn gedən mən arvat deyil. Başımda kasinka görə mən hamı bu söz deyil. Bəs sizdə la 5-6 qarnlar bir dolmuş hala arvad. Kişilenme, davay pizzanı kayır. Şoşi sən ölürsən səni bu bıçaqla pizza kimi 8 yerə doğrayıb qəbir sandığa dastavka göndərərəm. Bülbül ala nə deyirsən başı? Nə deyirsən? Başı kaşın kalı. Kimi doğruyorsun ha? Sen öl bu saat bununla böyle koyacaksın. Şoşi, Sen pizza kutusunun içine. Qurban Budur olum. mu? Zarafat elədim də şoşlar. Bəlkə deyirəm aclığım var, acımısan, adam az olanda hisslənir. Gəl sənə bir dənə qəşəng pizza bişirim ye iki qardaş. Bütün sıfat var Bax, sende. buna bax. Sen Bax. ne ter adamsın ha? Pizza Davay deyirəm, kişi sən- tezele pizzanı aparım çaktırma. Sən Allah Budur istəmə. mu? Korkuzma. Ne yaxşı şeydir bunlar, ne yaxşı. De. Ma. Aksakal ne yaxşıdır bunlar. Gel sen ne deyirəm. Nədir o? Bunlar səhərsə düzdür. Gel ne deyirəm. Gel bunun büyüksün kesək, kızardan yiyək də. Ay vəhşi adam. Bunlar kızardım yemək üçün deyil. Başın xarabdır kızardak yiyək. Hele yiyək bitmək olsun. Bu papıqaydır. Baxırsan, zevk alırsan, ne bileyim danışırsan, söhbət edirsən. Bunlar danışan papıqaylardır, danışan. Buyur, ne yaxşı. Gör sen ne deyirəm, aksakal. Ve ben boşanmışam, tek dağına kalmışam evin ortasında yetimse kimi. Bunun birinin ikisinden evde buna dertleşeyim, söhbət edeyim, ne olar ki? Yaxşı, verərəm. Qoy görüm hələ sən mənim işimi yarıdırsan ya yox. Ver, buyur. Bax, mənim burada bir dənə böyük obyektim var, obyekt. Adı da Ənkə bölümün təndiri. Ənkə bölümün təndiri. Bu şəminlə şeşir, 2 dənə bığlı, başdan xarab. Gəliblər mənim avverimi öldürmək istəyirlər. Başa düşdün? İndi mən də istəyirəm ki, onlara cavab olaraq, sənlə əlbir alaq, sən ali savadlı, dünya görmüş bir həkimsən. Sən gelirsən Şəmilyano pizzaya, bir dənə sakit. Bir dənə pizza zakaz edirsən, pizza gəlir. Yeyirsən, zəhərlənirsən. Başa düşdün? Zəhərlənirsən, mən də onları məhkəməyə verirəm. Uduram, pullar qazanırıq, gedirik getməyə. Aksakkal, ben bu eləyəm. Mən ali savadlı həkiməm, uzmanam mən. Mən o boyda İpokratın canına and içmişəm. Mən bu eləsəm onu ahut pariməyi. Mən belə şey eləyəməm. Sən konuşurman. Mənə də reklam lazımdır da, reklamım olsun, pul qazanım. Başa düşdün? Ənkə bölümün təndirini tanısınlar. Şəmilyanonu yox. Aksakkal, sen o obyektin adı nedir? Ənkə bölümün təndiri. Mən özüm onun adını çəkmirəm. Biraz böyle söğüş kimi çıxır da, mən desəm yaxşı. Görsən, mən belə eləyə bilərəm. Sən o təndiri ver, mən çəkim qoyum WhatsApp-ma. Mən WhatsApp-ımda reklam eləyim də o da. Yox, ayrılmaz. Ondan sonra sən mən dediyim elə. Özündən şeylər də çıxartma. Mən dediyim kimi zəhərlən elə, problem yoxdur. Sənə öz təndirimin yanında iş verəcəm. Başa düşdün? Dayanarsan orada, oturarsan, işləyərsən də. Təndirin yanında ölərəm ki, mən istəyən Aksakkal. Onsuz da mən altdan 2 dəfə pijama giyinib gəzən adamam. Gedim orada pişməci olum. Ay xəstə, iyun ayında pijama giyinərlər. Ölmürsən istidən. Ay Aksakkal, haviyə etibar yoxdur, səhər qurban olum. Səhər isti olur, akşam yağış çağır. Onun dərdindən, nə qayrım mən? Sən elə bilirdin başdan xarab ancaq fəlakətdir. Sənin də başın çatmır. Ayrılmaz. Gəl, narahat olma. Bir şərtlə, səndən dərmanlarımdan al, mən də gedim onları şərliyim. Yaxşı, narahat olma. Bir ya, bu qaynadaq yiyək. Yeməksin deyir o, yemirlər onu, yemirlər. Başın xarab deyil. Yey, qalın. Acından ölür ömür boyu, dilənçi. Bənənlər yiyir, bənən. Hadi nə qədər pizza yeyirlər hə bunlar. Alo. Hadi hə. Hadi bilirəm də pizza zakaz edirsən. Buyur. Deməli qardaş bizdə 3 cür pizza var. Belə pizzamız var. Belə pizzadır, bir də belə pizza. 3 cür. Hadi göstərdim də görmədin. Elə bir bizdə balaca pizza var, 5 manatlıq. Sonra orta pizza var, 23 manatdır o. Bir dənə də lap böyük pizzamız var, Ənkə pizza. Onu 8 manata veririk. Hə. Niyə 8 manata veririk? Qardaş, indi sən də özümüzünküsən də, başqa adam deyilsən. Bu böyük pizzanı alan yoxdur, qalıb üstümüzdə. Ona görə 8 manatdan veririk ki, qoy satılsın da, başa düşdün nətər. Hə. 23 manatlıq verim. Qulağa, sənin mənə qohumluğun zadı yoxdur. Hə, başa düşdüm. Hə, narahat olma. Bu, nə olur elə pizza yersən hər gün.
Sənin ərin zadın yoxdur? Hə, yanındadır. Ver gör Mərvə. Salam qardaş, nətərsən, nağarsan, neyinirsən? Mama nətər, yaxşısan? Qulaq as, sən eşidirsən, keş qırağa söz deyirəm. Sən arvad almısan, pizza aparatı almısan, nağarmısan, bu nədir? Aləm dəyib bir-birinə hər gün raskotsa. Kişi ol, bir kisə un al ATV, badımcan xiyar bibə, qoy pişirsin də, arvad nətər olur, arvad elə olur da. Paltarın yiyirsin. Pizza nədir bu vaxtı? Bir ağıllı ol. Ay sağ ol, öpürəm, ver bacıya. Həfsə bacı, narahat olma, mən həll elədim hamısını. Narahat olma, pizzadan lazım deyil, otu yeməyi pişir evdə. Davay, öpürəm. Ya da öpürəm, ərin yanındadır, sonra öpüşərik. Sağ ol. Görsən Oktay, şoşiyə nə var, pizza demişsən, 2 saat deməyə gözlətdirir, dəyiz qırağında. Hə, pizza. Pay, yazıq, yazıq. Bu pizzada eləyirlər, laf bu İtalyan yeməyi, pizza. Pizza bu bizim dədə-baba qutabdır, qutab deyil. Əti biraz o yan vurdun, attın satın üstə pişdi. Oldu pizza, qiymət qaldırırlar mənə üçün. Ay, boşluq bekarsız, bir mahnı oxuyum sənin üçün, Türkanla bağlı. Deyir, Türkanım, ay Türkanım, küsmə məndən ay Türkanım. Sən küssən də evi yoxdur, mən küsmərəm ay Türkanım. Deyir, yaxın olsun ya uzaq, dərə olsun ya da. Mənim də Arifət elmə zəngdələrim. Allah şəhər rəhmət eləsin, Ağaxan Abdullayev. Buna bax, görün, mahnı ilə ürəkdən oxuyub. Mən mıy esini bilənmirəm. Bəlkə mən barmağımı qoyum, telefonu sürüşdürüm. Deyəm, problemi. Bu açıldı. Alo. Şeydəyəm, dəniz qırağında, Türkanda gəl. Gəl. Day, mən öldüm nədəmi alladmaqdan mahnılarla. Gəl çıx, day, gəl. Buyur. Şoşi görürəm sən, gəl. Gəl Şoşi, sən gəl, Oktay, sən gəl. Buradayım da, gəlirəm. Gəl Şoşi, nətərdir. Yaxşı. Nətərdir. Şoşi, telefonu cibə qoydun. Qoydum cibimə. Ad boy ver də. Mən cibimə qoydum da, özüm Sən qurban olum, ad boy ver də, mənim telefonum təzədir, mən mın olsundan başım çıxmır. Bu klovkasına basan kimi maşın şoda məndən Tolikin qalsından səs gedir. O da axşam mənə cəhfır ki, qılmam. Nə deyim mən o? Qurban olum, ad boy ver də o alə. Özün neredədir? Gələ, Tolikdən nəsə mesaj gəldi mənə gələ. Şeyda bülbülüm mənim, bir qızıl gülüm mənim, söylə harda qalmısan gülüm. Şuraya yumurtanı vurursan, üst-üstə qaynadırsan, yeyirsən də. Nə, pizza nə olub? Pulun çoxalıb. Bax da, mən sana dedim, özüm bilərsin. Öpürəm, tamam. Eşdirsən Şirin xala, oradan zakazlar gəlib, həll elə tezə. Giz danışma, xala nə da la? Gör restoranın qabağında deyilən taksi şoferlərinin ağzına söz salırsan. Ayıb da la, nə deyərlər mənə? Nə deməliyəm, dayı deməliyəm sana. Harda görürsən, dayı başına kasinka bağlayır. Beynimi xarab eləmə, zakazlar var, tez elə, pizzalar zakaz elə. Bir dənə pizza zakaz var, deməli, bir dilimi toyuqlu olsun, biri kalbasalı, biri qarışıq olsun, biri acılı, biri də biberli, tez elə. Ara xəstə, nə giz danışsan? Hər dilimdə başqa şeylər. Də elə istəyib. Ha, elə pizza olur, mən necə pişirim onu? Mən nağarım, klient, sevgdə prap, başa düşdün? Nə deyir onu elə? Yaxşı, bir dənə də zakazımız var, onu tez elə, tanışdı. Bir dənə pizza eləyirsən, lavaşın arasında olsun, tez elə. Allah, bu dəlidir ki, dəlidir. Ara, gəl mən zəng edim, görüm kimlər istəyir. Sən başında kasinka var, sən sözün keçəndir. Gəl bura. Bu boyda fəlakətin sözü keçmiş, gəl, gerək görün nağarəsən, gəl gör. Qayqabaqlı kəsdi üzmə diyandı, maşını içkili sürmək qadağandı, ses verəndə görünür də piyandı. Ay, of, ay, of.
olsun, nuş olsun. Nuş olsun. Buyur. Ay şoşu, sen bu pizzaları nöhün belə işləmişdir ki? Ne möhün salmışsan. Bu yeni dizayndır. İndiki pizzaları biz belə bırakırıq. Yeni növdə pizzadır. Mı? Ne mıhı? Bildim ya şoşu, elə bir məndən qabaq mı yeyiblər? Kişi heç kim yeməyib. Təzə növ pizzadır. Pulumu ver çıxım yedim, işimiz var, gücümüz var. Zakazlar var. Buyur, maba, mən sənin üçün burada buluşam. Mən sənin üçün burada nədir? Qaz balasıyam, nəyəm sənin üçün ki? Buyur. Pılış nədir? Nətər yəni puluş? danışsan? Yox, mən mı yeməliyəm, Hə. sonra bunun pulunu verməliyəm. Bu görməmsən, dükkanda gedir ki, paltarza yad almağa ya. Hə. Əvvəl geyinirik, baxırıq. Beğenəndən sonra pulum verir də. İndi mən də mı yeyim, sonra pulum verim də. Buyur. Kılman, burada sen giz danışma. Yesen de budur, yemesen de budur. Sen pulumu ver, çıxım dedim de zakaz eləmişsən. Mənim də işim var, gücüm var. Zahamatamsa pizza gözləyir. Ay şoşi, sən belə qəribə adamsan. Mən mı yeməmiş, nətər mı qərar verə bilərəm? Mən bir dənə mı yeyim sonra mən. Belə verəm. Mən pulum yox sizə verməyə. Buyur. Ne deyir oğlum? Nətər yoxdur da pulum, yemirəm. Kılman sen öl, seni salarım tepiğin altına, pulu ver. Yoxdur pulum, beğenmirəm. Bura gel. Baba, nədir o? Hadi Sən pulum, sənə gel bana pul. Vermirəm. Bura gel. Vermirəm, yoxundur. Ana sen vermir. Ana vermirəm. Canım ben bu. Pulum, pulum var. Yaxşı da ağsaqqal. Yaxşı, gəlir 2 dənə yüksək səviyyədə nətər lazımdır. Ay, zəng eləmə polisə, sən pizzaya görə polisə niyə zəng eləyirsən ağsaqqal? Yaxşı. Bezdirdi bu ağsaqqal. Şirin, sana görə mənə söz gəlir. Bu pizzaları düz əməlli bişirirsən, bişirə bilmirsən, o başındakı kasınkanı qoy bura, fartukunu qoy bura. Mən də işimi bilim, gedim 2 dənə qadın tutum, gəlsin burada pol verin gələsin. Bir dəqiqə ya. Gəl sənə bir dənə sual vermişəm. Hə. Sən indiyənə kimi qulağımı da eşidirmisən? Qulağın pizzaya nə dəxli var Şirin, sana söz deyirəm mən. Yox, mənə qulaq asla. Sənin qulağında sırğa deşiyi var ya yox, hə? Sırğa deşiyi var olmağına. O vaxtı mən təzə doğulanda elə biliblər ki, qız uşağı doğulub, ondan sonra görürlər ki, oğlandır. Deşdiriblər, ondan sonra tuluf qalıb, bilməm. Ayşə, indi mən sənə bir dənə söz deyim, sən qulağında sırğa elə. Bu Şirin, ömrü boyu işdən qorxan adam olmuyor. Başa düşdün? Sən əgər mənə şübhən varsa, get 5 dənə yaxşı pizza bişirən arvad gətir bura. Ala onlar da bişirsin, mən də bişirim. Görüm hansımız yaxşı bişirir, hə? Kimlər var bunlar sikən mən? Yaxşı. Nə oldu bana? Abi 9 qardaşım biri baxçıyam. Gələn bir söz deyim. Kaşinka, nə bilirəm. Düz əməlli gör. Sənə görə. Mənə söz gəl. Ala da vay. Hadi ağsaqqal gəlir də, gəlir. Ağsaqqal bəyənməyəcəm, onu bəyəndirərəm. Ay şoşi, bir yağdan mən 8 dilim dişlənmiş pizza vermişsən. Ne düşmüşsən mənim dalımca? Kılman koşma. Sen öl, seni tutup ağzını belə cıracağım, elimi içeri salacağım, o pizzanı belə geri alacağım ha. Ay şoşi, bir yağdan bax, ne istsən məndən tutacağım, cıracağım, boğacağım. Pizza vermişsən nə? Bir yağdan bütün Türkan boyu mən qaçıram, mən getimsə. İndiyə pizza qalır, ərdi getdi də. Buyur, öz əməyə bax. Nə var ha? Ağsaqqal yoldan çıxartdı, sənin canın üçün. Nə etdi ot maşına, nə öyrətdi? Senin yolun qırağında ne itin azıb ki, ağsaqqal da seni yoldan... Buyur. Yoksa sizin aranızda nəsə var? Bu nə söhbətlər belə? Ne? Ayşə, yavaş-yavaş yığın, əzmin, yavaş-yavaş. Bəh, iya bax, əntiqə. Bir, əzmin. Ayşə, Şirin, necə lazım? salam Mələk. Salam, şoşu, Nə salam. var mı yox, nətər vəziyyət? Şoşi, sən narahat olma, iş əla gedir, qırğın, tapşırdığın kimi nəzarət edirəm. Özdən resept yoxdur, resept. Necə pişirmirlər başdan. Gedib orada girmişəm. Yağı, unu, duzu, istiyotu, hamısı yerində tərtəmiz. Ayaqdan 15'ini yemişəm. Bir dənə ücə o qızad yoxdur. Ara, dünən başıma nə gəlsə yaxşı. Nə? İşdən çıxdım evə getməyə. Uşağa istədim bir dənə darinka aparım. Hələ həyətə girdim, uşaqlar gördülər əlində darinkanı. Həy uşaqları, zumdan üstümə, darinka dayı. Görüm bu axşam onlar da aparım Onu darinka. başa düşdüm, sən mənə de görüm, bu Türkiyə, İran, Rusiya bunların mallarını niyə paket eləmişsiniz? Zəng eləyirlər, zəng qazırım, zın qazırım. Ay, şu zakazlar, belədir, partlayır zakazlar.
Narahat olma, çatdıracaq hamısını. Bir dənə məsələ var da, bayaqdan fikir edirəm, bir dənə o Hindistandakı o Ay, kişi beyan şeydi, o adını mənim çək, kulağını bul. Naubi Hindistan. Oradan deyil. Bir dəqiqə, bir dəqiqə. Bir dənə oradan. Alo. Hə, Naubi. Good. Good. Beni ara ver danışın. Ne yapın kardeşim? Ben dedim beğeneceksen. Mırmırçı. Mırmırçı. Evet. Ara mırmırçı. Bambılıq eləmək işinlə məşğul da. Sevinirəm Coşoş, neyim sevinirəm. Narahat olma. Durun, bana tələsün. Ayşe, ezme, yavaş yavaş. Sponsor Darinka şirniyyatları. Siya bak hissiye. Öyle baksak yeter. Durma, yaxşıdır, atın. Səni kim bıraktı bura? Ben tapşırmıştım ki bura leyva adamlar girmesin. Aksakkal, metrodan çıktım buradan. Gelmişim çeyrek almana. Gördüm bu. Şemistan'ın şekli divarda. Yazım eksperimez lambar. Ne ekstremiz, ekspres lambart, ekspres. Ekspres lambar. Lambar ne? Pul vermişsin be. Ne pul ver? Faiziyle yadıyla ne kaytarmak şartıyla. Dedim özüme bir tane nolon bir görmüşüm. Sapsarı teze. Ay yandın, nalon bir nedir? Sen yetim şeysen, senin pulun var, sen ne koyacaksan orada əvəzindeki ben sana pul vereyim. Hiç neyin yoktu, dilenci, çık bayrağı. Ana ne hün yoktu. Bir de semetim var içinde faltar. Aynı oyun. Ne diyorsan koyun götürün de. Eynirəm sen o iyilenmiş paltarlarımı, ne satmak olur, ne değişmek olur. Neyse böyle de kızıldan sattan, böyle şeyim var. Var. Ne faizden verirsin olmaya? 2 faizden, kızılın olsa onu değerlendireceğim, onun kabağında sana pul vereceğim. Ala ne hün yoktu. O vakti kaynatan meytin bir de kızıl diş koydurum. Bu boyda. Çenemden bırak hamısı kızıl dişi. Gözlem gel. Yavaş, yavaş. Ne boyda? Kızıl. Tertemiz kızıl. Ne? Yes, malades, düz değil. Hemen götür pulları. Pulları Al. al. Bak bu kartı getir, bırak olsaydı. Tez. Diyala ne yakşı. Kılman sen oldun milyoner. Yok. 2 faizden pul kaytaracaksan. Al bu kartı, Gel. 15 TL'ye bu karta pullar oturacak. Çık git. Ben yakşı. Hadi yerde ben tarifler. Yaşın. Görfüm. Sponsor Lombard Express. Ah Sakka. Sen ben pişirdiğim pizzanı beğenmişsen, ha? Şirin oğlum o sözü sana kim değilse bil. O bizim aramızı vurmak istiyor. Senin pişirdiğin pizzaya söz olabilmez. Başa düştün? Burası da o Şemi yılzattı. Ben bilirim bizim aramızı vurmak istiyorlar. Rahat olma. Ala sen nece adamsan ha? Sana oğlum diye de çiçeğime sokup değilsene beni. Ben- Şirin ne değilsene? Hiç bak ay Şirin, hiç bak. Araz daş, kamerine bırak, kamera. Başla. Benim de sana öyle bir tane pizza pişiririm ki. Görüm sen bu neyini beğenmedin. Çok sağ ol ay Şirin. Tamam. Ben pizzamı beğenmedim. Pizza- Hala yalandan da oğlum, Yak, yak. lider edeyim. Kim ha. beğenmedi? Bizi Türkanda pizza satmağa imkan vermeyen Aksaqqalın bu obyekti buradır. Hə, buradır, Şəmi. Hə. Bax bu ucu biz ayaqqabı ilə qılmana bir dənə təpik qoyan kimi Aha. qılman açdı hər şey dedi. Gel felaket gel. Gel çek. Hamısını çek. Ulan Beliş'ten gelipler. Şemi'den Şeşi, ben bilirim. Varın fikri başkadır. Şemi, ne gezirsiniz burada? Ne istiyorsunuz? Heç nə Aksaqqal. Gəlmişik baxaq görək. Burada antisanitariya ilə vəziyyət nətərdir? Yalan değilsen. Ayşemi, sana kurban olayım. Sen niye buraya geldin? Ben özüm halledeceğim daha ne oldu bana? Ne var geldin buraya? Buna bax, başı kasınka ilə razborka həll eləyirsən hər şeyi. Get pizzanı pişir. Şoşun sen benim başımdaki kasinkaya bakma ya. Sinan'daki yüreğime bak. Siz Düş değil. geldiniz. Sonra bu diyecek ki üstüme adam getirmez. Siz değil, Düş siz geldiniz değil. alayım. Ben siz fikrinizi bilirim. Siz benim avverimi öldürmek için gelmişsiniz bura. Ay Şemi, burada antisanitariya ne gezilir? Bura tendirdi. Çekme, kayış eylem felaket. Ah, Felaket, yaxındır. Çək buranı. Xahiş edirəm. Bütün Azərbaycan xalqı görsün ki, bu təndirin içində necə antisanitariya var. Şemi. Necə his var. Ay Şemi, da var. ay Şemi. Vay, parakan da var. Böyle insafsızlık olar. Tendirin içinde his olmalı da his. Felaket. Sana böyük hürmetim var. Kayış eylem çekme. Aksaqqal, sakit dur. Dayan. Əziz və hörmətli izləyicilər,
Gördüğünüz kimi hal-hazırda biz Aksaqqalın Türkanda yerləşən təndirxanasındayıq, Ənkə böyücümün təndirxanasındayıq və gördüğünüz kimi hər yerdə anti-sanitariya Yalan hökm değil. sürür. Böyle insafsızlık eləmeyin. Bəli, Ben size çox görəm. yaxşı. Canımı, Mane olma, Aksaqqal, mane olma. her şeyimi Bizim kurban işimizə- vermişim. bizim 41, işimizə mane 45'te olma, bayılmada teşekkür almışam. ol. Ben Mane- hasta adamım. Ben davlenyam var. istəyirəm ki, Benim bütün şekerim var. Azərbaycan xalqı Ürəyim, bilsin ki, ürəyim bax ağrıyır. burada necə Çok saldım. anti-sanitariya var. Ben ölsem sizin Yarasanlar üstünüzde kalacak. hökm sürür. Size göre, Həşəratlar size göre hökm saldım sürür. Ayşemi. Cürə və cür mənşəyi Çok bilinməyən sen, həşərat. çok pis. Ben öleceğim. Artist Sizi tutacaklar. Ya. Ya, Fəlakət, çok çək, pis. hər yeri çək. Ay şey. Öldü. Ben hep kendimde. Beni babamın yanında bastırarsız Kayseri'den. Hə, Aksaqqal. Ayaqsın. Bende antalya yoktu. Takmayın. Ben size göre 41-45 muharebe avoyda şeyler indi gelin bana şarapırlar. Sen Bilimsiz size gelip bana şaratan da bilmeniz gel olacak. Ence beynimin tendiri atıktı. Gelin tendir çörəkleri. Gelin. Sen söyle kimsen, ya bizdensen, ya her kimsen, herkes gelsin, fikrim bildirsin, dostum dindirsin, boz başın tadını bilsin. Şemi şaşı biznes açır, ziyan gelir, hayır kaçır, felaketin emelinden gelin görək kim baş açır. Xəstə gelir, həkim bilir, bilmir əlac olsa qeyib, duman bizi tutturacaq, qaymarikdə raktı deyib. Nedir o? Aksaqqalı yığışdırın, başın işlə qarışdırın. Varsa məsləhətli gözəl, aksaqqala çalışdırın. Diqqətli ol, adı şirin, bilənidir vornu mirin. Şutqa mutka heç hoşlamır, vilkaladı o gün birin.